Herkese salam, kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte Kaspi'nin 21 dekabr 9. sinifler için geçirmiş olduğu buraxılış sınav imtahanının detallı izahına baxacağıq. İzaha geçmeden önce qeyd etmək istəyirəm ki, 8, 9, 10 və 11-ci siniflərlə hazırlıq qruplarımız davam edir. Dərslər haqqında ətraflı məlumat almaq və yaxud da dərslərə qoşulmaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. Dinləmə sualları ilə başlayaq. Mətn versiyasını ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. Birinci sualımızda mətnin nə haqqında olduğu soruşulur. Mətndə piramidanın nə vaxt, necə, niyə tikildiyi, eyni zamanda tarixi əhəmiyyəti haqqında geniş məlumat verilir. Bu deməkdir ki, doğru cavabımız A variantı. Piramidanın tikintisi və tarixi haqqında danışılır. İkinci sualımızda verilmiş sualın cavabı tələb olunur. Firavun Xufu Böyük piramidanı nə üçün dikmişdi? Doğru cavabımız A variantı. Böyük piramidanı əbədi qalacaq məzar abidəsi kimi tikdirmişdi. Üçüncü testimizdə verilmiş boşluğu düzgün şəkildə tamamlamaq tələb olunur. Burada tarixçilərin işçilərin daşları qaldırmaq üçün nədən istifadə etdikləri qeyd olunur. Doğru cavabımız C variantı. Tarixçilər daşları qaldırmaq üçün rampalardan istifadə edildiyini düşünürlər. Dördüncü sualımıza bir baxaq. Birinci hissəmiz doğrudur. Bugünə qədər qalan yeganə qədim möcüzədir. İkinci cümləmiz yanlışdır. Piramidanın tikilməsində müasir maşınlardan istifadə olunmayıb. Üçüncü cümləmiz doğrudur. Mətndə açıq-aydın olaraqdan tikilmə tarixi bu formada qeyd olunub. Dördüncü cümləmiz isə yanlışdır. Qeyd olunur ki, xəzinələrin çoxu heç vaxt uğurlanmayıb, əksinə olaraqdan xəzinələrin çoxu uğurlanıb. Short tekstlərlə davam edək. Beşinci sualımızın tərcüməsinə baxaq. Salam Robert. Sadəcə xatırlatmaq istəyirəm ki, komanda iclası çərşənbə günü əvəzinə cümə axşamına saat 10:00-a keçirilib. Zəhmət olmasa yenilənmiş satış hesabatını gətirməyi unutma. Təşəkkürlər, Sara. Bu mesajın məqsədi nədən ibarətdir? Doğru cavabımız B variantı. Cədvəldə olan dəyişikliyi xatırlatmaq üçün mesaj yazılıb. 6-cı testimizin tərcüməsinə baxaq. Hörmətli müştəri, pulun geri qaytarılmasıyla bağlı müraciətinizi qəbul etdik. Məbləğ 5 iş günü ərzində bank hesabınıza köçürüləcək. Səbriniz üçün təşəkkür edirik. Hörmətlə Müştəri Xidmətləri Şöbəsi. Yenə məktubun məqsədi soruşulur. Doğru cavabımız A variantı. Pulun geri qaytarılması müraciətini təsdiqləmək. Digər variantlar yanlışdır. Ödənişi istəmək, reklam, alışın ləğvi və yaxud da üzr istəmək əsas məqsədimiz deyil. 7-ci sualımızın tərcüməsinə baxaq. Yeni Ocean Mystery filmi hər gün saat 14:00, 17:00 və 20:00-da göstəriləcək. Bilet qiyməti böyüklər üçün $12, uşaqlar üçün $8. Mətnə görə düzgün cümləni seçin. A variantı yanlışdır. Film gündə bir dəfə yox, 3 dəfə keçiriləcək. B variantı doğru cavabdır. Uşaqlar film bileti üçün daha az ödəniş ödəyəcəklər. Həqiqətən də uşaqlar 8, böyüklər isə $12 ödəyəcək. C variantı yanlışdır. Hər gün saat 10-da başlayacağı qeyd olunub, lakin ümumiyyətlə variantlar arasında 10-da başlayan bir saat yoxdur. D variantı yanlışdır. Hər kəs üçün eyni qiymət deyildi. E variantı yanlışdır. Yalnız həftə sonu deyil, hər gün keçiriləcək. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan mətnin tərcüməsinə detallı formada baxa bilərsiniz. 8-ci sualımızda mətnin əsasən nədən danışıldığı soruşulur. Doğru cavabımız A variantı. Kağızın ixtirasının tarixi və əhəmiyyətindən danışılır. Mətn boyunca müxtəlif məqamlar izah olunur. Kağızdan əvvəl hansı materiallardan istifadə olunurdu, harada, nə vaxt, kim tərəfindən icad edilib, kağız istehsalının dünyaya necə yayıldığı, eyni zamanda təhsil, ünsiyyət, bilik yayılmasındakı rolu və sonda isə kağızın hələ də vacib olması kimi məsələlər qeyd olunur. Yəni qısa konkret olaraqdan tarixi və əhəmiyyəti vurğulanır. İpək yolu əsas məsələmiz deyil, papirosdan yalnız qısa şəkildə bəhs olunur. Çap maşını mətndə var, lakin qısa bir hissəsində qeyd olunub. İpəyin kəşfi isə ümumiyyətlə bizim əsas məsələmiz deyildi. 9-cu sualımızda yanlış olan variant soruşulur. Doğru cavabımız birbaşa C variantı. Çap maşınının ixtirası kağızdan əvvəl olub kimi qeyd olunub, lakin mətndə isə qeyd olunur ki, kağız təxminən 105-ci ildə ixtira olunub, çap maşını isə 15-ci əsrdə icad olunub. Kağız əvvəl, çap maşını isə çox sonra kəşf olunub. 10-cu sualımızda verilmiş cümlənin ardının tamamlaması tələb olunur. Çap maşınının ixtirasından sonra
Doğru cavabımız A variantı. Kitablar daha tez və daha ucuz istehsal edilə bildi. B variantı yanlışdır. Kitablar daha baha olmadı, tam əksinə ucuzlaşdı. C variantı insanlar kağızdan istifadəni dayandırmadı. D variantı ünsiyyət yavaşlamadı, əksinə daha da sürətli formada getdi. E variantı yanlışdır. Yalnız zəngin insanlar kitabları əldə edə bildi. Bu da yenə əksinə, çünki kitablar ucuzlaşmışdı. Doğru cavabımız A variantı. 11-ci sualımızda verilmiş sualın cavabını tapmaq tələb olunur. Mətnə görə kağızın ixtirası ünsiyyət üçün niyə bu qədər vacib idi? Doğru cavabımız A variantı. Yazmağı daha ucuz etdi və məlumatı daha asan paylaşmağa imkan verdi. Gəlin digər variantlara baxaq. İpəyin geyimdə istifadəsi ilə bağlı deyil. C variantı ticarət yolları əsas mövzu deyil idi. D variantı rəngli çapdan bəhs edilmir. E variantı isə binaların bəzədilməsi ilə yenə əlaqəsi yoxdur. 12-ci sualımızda doğru olan variantın tapılması tələb olunur. Birinci doğrudur. Mətndə açıq şəkildə qeyd olunur ki, kağız Çində həmin şəxs tərəfindən ixtira olunub. 2-də yanlışdır. Mətnə görə çap maşını kağızın istifadəsini daha da artırdı. Lakin verilmiş cümlədə deyir ki, populyarlığını daha da azaltdı. 3 doğrudur. Mətnin əvvəlində də qeyd olunur ki, yazı üçün istifadə olunan ilk materiallar ağır və bahalı idi. 4 isə yanlışdır. Mətnə görə yayılma istiqaməti Çindən qərbə doğru olmuşdur. Avropadan Asiyaya doğru deyildi. Qrammatik suallara keçid edək. Sifət və zərfin dərəcəsi ilə bağlı bir testimizdir. Boşluqdan sonra bizim bulan sözümüz, yəni bir növ isim gəlib. Burada söhbət dondan gedir. Sadəcə don sözünü təkrar verməmək üçün vandan istifadə olunur. Bu səbəbdən də mən bunu artıq isim kimi götürürəm və zərfi gətirə bilmərəm. Çünki ismin qarşısında zərf istifadə olunmur. Və mən bunu sayıla bilən tək isim olaraqdan götürürəm. Mütləq şəkildə qarşısında artikl olmalıdır. B və yaxud da Y variantında artikl yoxdur. Beautiful sözünün üstünlük dərəcəsi isə the best formasında düzəlmir. The most beautiful şəklində düzəlir. Doğru cavabımız C variantı. Mən bu paltarı bəyənmədim. Mənə zəhmət olmasa daha gözəl bir paltar göstər. 14-cü sualımızda sayıla bilməyən isimlər soruşulur. Hər bir variantdan gəlin sayıla bilənləri çıxardaq. Doğru cavabımız D variantı. Güclülük, bilik, müalicə hər biri mücərrəd isim olaraqdan sayıla bilməyən isimlərdir. 15-ci sualımızda cümləyə tam şəkildə baxsam, görürəm ki, söhbət burada göldən gedir. Göl adlarının qarşısında ya D yazırdım, ya da lake yazırdım. Burada lake yazılmayıb, buna görə qarşısında D-ni yazmalıyam. Burada isə üstünlük dərəcəsi olduğuna görə yenə də D artiklını yazmalıyam. Doğru cavabım C variantı. 16-cı sualım yiyəlik halla bağlıdır. Şagirdlərin layihəsi doğrudur. Daniela və Markın fikirləri hər birinə ayrı-ayrılıqda apostrofesi artırılıb, deməli hər birinin öz fikirlərindən söhbət gedir. Fikirlər sözü isə cəmdədir. Bu da doğrudur. 3-də kökdən dəyişərək cəmlənən ismimiz verib. Bu isimlər təkdə və ya cəmdə olmasının asılı olmayaraqdan həmişə apostrof ilə yiyəlik hala çevrilir. This cəmdə olan işarə əvəzliyidir, lakin buradakı isim təkdədir, yanlışdır. Tom və Jerry'nin macəraları ikisinə də aid olduğuna görə sadəcə sonuncu apostrof artırılıb, macəralar sözdə cəmdədir, doğrudur. Doğru variantımız B variantı. 17-ci sualımız kəmiyyət göstəricilərlə bağlı bir testimizdir. Slay sözünün qarşısında sayıla bilən tək olduğu üçün artikl yazılıb, doğrudur. If you'dan sonra gələn isim cəmdə olmalıydı. A little'dan sonra sayılmayan ismimiz gələr, lakin bu sayılan isim verib səhvdir. To-dan sonra gələn isim cəmdə olmalıdır, doğrudur. Sayıla bilən tək isimdir, qarşısında artikl verilib, doğrudur. Doğru cavabımız 1, 4, 5, B variantı. 18-ci sualımıza qaydaya əsasən diqqət yetirsək, boşluqdan sonra artikl gəlib, boşluqdan sonra ismim gəlib. Artikl gəlirdisə, mənim yazmalı olduğum variant it is. İsim gəlirdisə, mənim yazmalı olduğum versiya it's-dir. İndi gəlin detallı formada baxaq. O gözəl pərdədir. Onun rəngi çox parlaqdır. Burada mənim xəbərim olmadığına görə is-ə ehtiyacım var, ona görə it is yazıram. Burada mənim artıq xəbərim var, sadəcə isim gəlib, isim gəldiyinə görə mən orada artıq yiyəlik əvəzinin aslı formasını yazıram. Doğru cavabım B variantı. Mərtəbə 7 doğrudur. 7-ci mərtəbə doğrudur. Mərtəbələrin sayı verilir, ona görə bunu da qeyd edə bilərəm. 7 mərtəbə şəklində olur. Burada otaq 7-nin qarşısında D-yə ehtiyac yoxdur. 7-ci mərtəbə deyə bilərəm, 7-ci mərtəbələr deyə bilmərəm. Doğru cavabımız E variantı. 20-ci sualımızda diqqət yetirək ki, ümumiyyətlə feillərdən sonra zərf istifadə olunar. Lakin bizim bəzi feillərimiz var ki, özlərindən sonra sifət tələb edir.
Bu feillərimizin sırasını hər zaman olduğu kimi yeni ekranın sağ tərəfində paylaşacağım. Bunlara xüsusi diqqət yetirək. Burada görünür anlamında olduğuna görə mən özündən sonra sifət yazmalıyam. Bu səbəbdən də zərfləri çıxıram. Doğru cavabımız B variantı. Bu içki qəribə görünür. Minidən sonra gələn ismimiz cəmdə olmalıydı. Saçdan sonra artiklı gəlib, sifət gəlib, daha sonra isim doğrudur. Saçdan sonra mini gələ bilməz. Soldan sonra maç istifadə olunub, daha sonrasında sifət və sayıla bilməyən isim gəlib, doğrudur. Soldan sonra sifət və yaxud da zərf gələ bilsə də isim gələ bilmir. Doğru cavabımız 2-4 C variantı. Drive feilindən sonra zərfimiz istifadə olunub, doğrudur. Fix feilindən sonra covertly sifətdir, gələ bilməz, zərf olmalıydı. Played feilindən sonra yenə sifətdir, ola bilməz. Lakin özündən sonra loudly mənim zərfimdir, bu da doğru variantımdır. Doğru cavabımız Y variantı. 23-cü sualımızda zaman uzlaşmasına diqqət yetirmək lazımdır. Cost amor feildir, indiki və keçmiş zamanı eynidir. Sadəcə diqqət yetirmək lazımdır ki, itdən sonra əgər sonunda s varsa, indiki zamandır. Yox, əgər sonunda s yoxdursa, bu zaman keçmiş zamandır. Bir variantlar üzərindən baxaq. 1 doğrudur, çünki burada da keçmiş zamandır. Bu hissəsində də did mənə bildirir ki, keçmiş zamandır. 2 də doğrudur, burada keçmiş zamandır. Bu hissəsində də sonunda s olmadığına görə mən bilirəm ki, keçmiş zamandır. 3 və 4 yanlışdır. 3-də birinci tərəf indiki zaman, digər tərəf isə keçmiş zamandır. 4-də isə birinci hissəsi doğru olsa da, ikinci hissəsində feildən əvvəl to be gəlib. Feildən əvvəl to be gəlməsi yalnız passive voice-da, bir də davamiyyəci zamanlarda ola bilər. Bu səbəbdən bu da yanlışdır. 5 isə doğrudur. Birinci tərəf indiki zamandır. Feilin sonundakı s də mənə bildirir ki, indiki zamandır. Bu tipli testlərimizdə zaman uzlaşmasına diqqət yetirmək lazımdır. 24-cü sualımızda keçmiş zamanın göstəricisi var və eyni zamanda variantlar arasında qaydasız feilimi görürəm. Ümumiyyətlə, bu feilimizin versiyasını gəlin yazaq. Find, found. Find indiki zamandadır, birinci formasıdır. Found isə ikinci versiyası, yəni keçmiş zaman formasıdır. Did və yaxud da didn't əlavə etdikdə qaydalıdırsa id düşməlidir, qaydasızdırsa ikinci versiyadan birinci versiyaya, yəni məsdər formasına qayıtmalıdır. Bu səbəbdən didn't found ola bilməz. Eləcə də id artırıla bilməz və bir cümlədə bir tərəfdə keçmişdə, digər tərəfdə indikidən danışa bilmərəm. Bu səbəbdən doğru cavabımız Y variantı. 25-ci sualımızda sinonimlər cütünü tapmaq tələb olunur. Doğru cavabımız 2, 3, 4. Sürətli və yavaş antonimdir. 2 doğrudur, başlamaq deməkdir hər ikisi. 3 də doğrudur, hər ikisi nəhəng, böyük deməkdir. 4 də doğrudur, köhnə, qədim deməkdir. 5 isə antonimdir, parlaq və qaranlıq deməkdir. Videonu bəyəndinizsə, bəyən butonuna basmağı, kanala abunə olaraqdan şərh yazmağı unutmayın.